وقل رب زدني علما. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar. Bugün bir məsələyə toxunmaq istəyirəm. Bu aralar bir video qarşıma çıxdı. Orada elm əhlindən Qamət müəllimin video çarxına baxdım. Orada deyir ki, əgər azanı eşitməsəniz, sizə xutbəni eşitməsəniz, cümə namazı vacib deyil deyən bir rəy var, onu bildirir. Özündən demir, yəni filan alimin filan bir rəyini bildirir. Alimin rəyini bildirdikdən sonra qarşı tərəfdən bir neçə elm tələbəsi bundan istifadə edərək, don geyindirərək və bu məsələni böyüdərək, şirdərək, yəni nəyəsə varmaq istəyirlər və ya nəyəsə qarışdırmaq istəyirlər. Bir şeylərə ulaşmaq istəyirlər, amma alınmır. Bu dəfə tabir caizsə qarşı tərəfdən bir tələbənin, dəvətçinin deyək, bir videosu qarşımıza çıxdı. Orada baxdım ki, deyir, böyük xəta edib, adam, yəni Qamət müəllimi deyir, həmin adam deyir, böyük xəta edib və o birisi deyir, dini ucuzlaşdırmayın, cızızlaşdırmayın. Yəni bu deyiləsi bir söz deyil. Yəni İlk öncə burada Qamət müəllim özündən bir şey demir. Yəni bunu ədalətlə, səmimiyyətlə demək lazımdır ki, əgər dinində bir adam ədalətli, səmimidirsə, açıq-aydın deyə bilir ki, burada heç bir şey demir. Burada Şeyx Albani'nin rahiməhullahın rəyini gətirir, deyir ki, bu rəy var və onun verdiyi suala uyğun cavab verir. Çünki sual verən deyir ki, adam ikrah altındadır, icazə vermirlər və əzanı eşitmir və ya əzan ona çatmır, xutbə çatmır. Orada da Şeyx Albani'nin dediyi rəy deyir, indi mən onun mənbəsi ilə oxuyacağım. Silsilətul Huda və Nur 749 nömrəli kasetdən götürmüşəm mən. Orada Şeyx rahimehullah deyir ki, Qala Şeyx Albani rahimehullah, İskənə la yəsməhu ləhu bi tarkil əməl və la yəsməul xutbə fəleysə aleyhi ismun inşaallah li'annallah la yukallifu nəfsən illə vus'əhə. Yəni burada Şeyx deyir ki, tərcümə edirəm, deyir bir nəfər barədə soruşurlar ki, işdə ikrah altındadır, məcburiyyət altındadır və buraxılmır, deyir, əgər ona işdən çıxmağa icazə verilmirsə və o xutbəni eşitmirsə, nə deyir? O xutbəni eşitmirsə və la yəsməul xutbə, yəni ondan ona bir səda gəlmirsə, açıq-aydın, yəni eşitmir də onu, eşitmirsə, onun üzərində inşaallah ki, günah yoxdur. Çünki Allah bir kimsəyə gücü çatmadığı şeyi yükləməz. Allah ədalətli olmağa əmr edir. Axırda ayəni deyir Şeyx rahimehullah. Bax, bu Albani'nin sözü. Və qarşı tərəfdəki həmin tələbə deyir ki, bir daha filan kəs Albani'nin sözündürsə, mən ona izah verəcəm. Buyur, mən deyirəm, izahın varsa ver. Buna nə izah verəsən? Açıq-aydın cavab da, yəni izah nəyə verilir, şərh nəyə verilir, bunu ayıra bilmirsənmi? Ey adam, ey tələbə, ey dəvətçi. Nəysə, bu bir yana. İkinci məsələdə, yəni bu bir cümlə, əgər eşitmirsənsə, getməyə bilərsən filan rəyə görə. Amma bu o demək deyil ki, cümədən ayrılın. Burada Qamət müəllim 3 dəfə təkrarlayır ki, cümə namazı vacibdir, lazımdır, getməlisən. Bu halda bir şey olmaz, inşallah ki, günah olmaz. Bunu deyir və Şeyx Albani'nin rəyini gətirir. Siz nə deyirsiniz? Siz də cavab verirsinizsə bu cür dəlillə cavab verin. Yəni biz sizdən bu halda cavab gözləmirik ki, biz bu rəy deyik. Siz də filan bir rəy gətirin, cavab verin. Biz deyirik ki, bəli, cümə namazına gəlmək vacibdir. Amma bu halda bəzi alimlərin, məsələn biri Şeyx Albani və ya Şeyx Şüeyb Əl-Arnaud və ya Şeyx Muqbil də deyib bunu. Onlar ki, bu halda gəlməyə bilərsən. Bunu böyütmək, bunu don geyindirmək, bu məsələyə şişirtmək lazım deyil. Yəni xəta axtarırsınızsa, içinizdə o qədər xəta var. Məsələn biri 5-10 il əvvəl dedi ki, alimlər barəsində 6 alim kimdir? Kimdə 6 alim var? Tənə edin alimlərə. Onun xətasını çıxardardın da, şeyx deməyəydin ona. Xətasını çıxardıb ortaya qoyaydın, deyəydin, xəta edirsən. Və ya o birisi başqa rəydə və ya o başda olan xavariş 3-4 ilə qədər ondan danışmırdın. Yəni ad çəkməyə lüzum yoxdur, özün başa düşürsən. Mən bu məsələdən tutmusunuz, Allahu aləm, bilmirəm indi hədəfiniz və niyyətiniz nədir? Allah sizi islah etsin, Allah kömək olsun. Xəta hər kəsdə ola bilər. Xəta olmayan qul bəndə yoxdur. Xəta edibsə, Qamət müəllim deyəcək ki, mən xəta etmişəm. Və açıq aydın da deyib ki, mən xəta etsəm, məndən üz döndərin və ya mənə bunu bildirin.
Buna tövbə etməsən üz döndərin. Yəni adam təqlid edilmir ki. Təqlid edilmir. Belə bir şey yoxdur. Təqlid yoxdur bizim dilimizdə. Və səhv axtarırsan, xəta deyirsən və nəsihət edirsənsə, sələf nə deyib? Nəsihəti sakit olan yerdə, tək başına olduğun yerdə et. Bu formada da edə bilmirsənsə, gözlə görək adam nə deyir, adam nə dəlil gətirir. 3 dəfə arda video çəkib bu məsələ haqqında. Bunu bu qədər işitməyin, böyütməyin, bir cümlə üçün 8-10 dəqiqəlik video etməyin nə lüzum var? Yəni bu məsələyə, bu şeyə nə lüzum var? Biri oradan çıxır deyir ki, dini cılızlaşdırmayın. Şeyx Albani də dini cılızlaşdırdı. Nauzubillah. Allah sığınırıq belə şeylərdən. Nəysə, Allah islah etsin. Yəni onu demək istəyirik ki, bax mən dəlillə danışdım. Silsilətul Huda və Nur. Siz də buyur. Ey Şeyx Albani'nin sözünü izah edəcəm, şərh edəcəm deyən adam. Şeyx Albani sözünü çatdıra bilmədi. İzah edib deyə bilmədi. Sən edə bilirsənsə, o güzdəsənsə buyur et. De görək orada nə deyibmiş. Mən dedim dediyini. Yəni xəta axtarırsınızsa, xətası olanların xətalarından da zikr edin. Əgər İslamı, sünnəni, fiqhi, şəriəti bu qədər xətadan, pisliklərdən yüksəkdə tutmağa çalışırsınızsa, xətası olanlardan da danışın. Danışmırsınızsa susun. Ya xeyir danışın, ya susun. Allah sizi islah etsin. Xətası olanların da Allah xətalarını əff etsin, bağışlasın, xətalarından keçsin. Hər birimizin xətası ola bilər. Allah bizləri bağışlasın. Yenə də bu məsələ haqqında danışılsa, bu məsələyə yenə də cavab olacaqdır. Digər alimlərdən də nəstəğfiruhu və nətubu ileyh. Velhamdülillahi Rabbil alemin. شيخ سؤال آخر. الآن معلوم أن البيع وقت صلاة الجمعة حرام. فما حكم البيعة وقت صلاة الجماعة إذا سمع النداء لمن يبيع مثلا ولمن لم يسمع النداء؟ لمن سمع النداء ولمن لم يسمع النداء. صلاة الجماعة. جماعة نعم. لو أنك بقيت على الجمعة وقلت ما حكم من سمع ومن لم يسمع، ذلك يكون أفقه لك، لأننا سنقول من سمع فبيعه محرم وباطل، ومن لم يسمع فبيعه صحيح. ولكن حينئذ تعرف حكم صلاة الجماعة من باب أولى.